Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Akşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, sırf psixotragedik bir xəstəliyi var. Bəzən hər hansı bir qəza şəraitində o müddət keçdikdən sonra daimi olaraq o mühitdən çıxa bilmirlər. Məsələn, düşün ki, istəyir maşın qəzası, velosiped qəzası, yaxud hər hansı bir növ aldığı şiddətli, yaxud sadə də olsa bir travma, gələcəkdə onu unuda bilmir. Daimi olaraq göz önündə bir senari, kino, fraqman kimi canlanır. Bu da nədən qaynaqlanır, yaxud səbəb nədir? Həmin aldığı travmada, yaxud belə deyək, yanında olan şəxsin, məsələn, ağız qanaması, burun qanaması, yaxud özünün, yaxud bundan əlavə həmin, tutaq ki, maşın çaya düşür, bu adam həmin qəzanın aldığı xəsarətdən daha çox o gedilən anda qəzaya gedilən yolu daha çox göz qarşısına canlandırır. Və bunu da unutmağın ən real, yəni net 12-dən atış yolu ondan ibarətdir ki, siz həmin qəzanı müsbət olaraq, belə deyək, düşüncə tərzinizə, beyninizə hərk etməlisiniz. Bu da necə? Adətən bu kimi qəzalarda əgər oradan sən ölməyib, yəni ölə də bilərdin, ölməyib sağ çıxırsansa, demək bu qəzanın şiddətindən də əlavə, travmanın da ağır olmamağının göstəricisidir. Yəni sən gedib ölsəydin orada ölə də bilərdin, ölmədinsə, deməli travmanın şiddəti bir o qədər artıq ağır dərəcədə deyilmiş. Bunu beyinə, şuur altına dərk etdikdən sonra artıq sən hər hansı bir başqa qəzalara da düşdüyün təqdirdə daha çox travma almırsan. Niyə? Çünki zaten yəni onsuz son nəticə olaraq ölmədiyini dərk edirsənsə, yəni bunu göz qarşısına görürsənsə, demək bunu travmaya çevirməyin də bir adı yaxud mənası yoxdur. Sadəcə şuur altında dərk edib bunu analitik olaraq beyinə yeritmək lazımdır ki, mənfi senzuradan çıxmaq üçün. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsi məlumat verə bilər.